Numerativ sözlərlə bağlı olan bir neçə testin izahına gəlin baxaq. Birinci sualda deyilir ki, numerativ sözləri göstərin. Ümumiyyətlə variantların hamısında numerativ söz var. Sadəcə yalnız numerativ olanları götürsək, daha doğrusu birinci bizdə məsələn corab sözünü görürük burada. Corab sözü numerativ olmur. Ona görə D bəndi birinci çıxırıq. Sonra adam sözü ola bilmir. A-nı çıxırıq. Qoyun sözü də ola bilmir. C-ni də çıxırıq. Geriyə nə qaldı? B variantı, məsələn, bir vedrə su, bir cüt corab, 3 dəst kostyum. Keçirik ikinci suala. Hansı numerativ söz kəmiyyət fərqi əmələ gətirmir? Yəni, çoxluq yaratmır. Və yaxud da ki, məsələn, bir qucaq odun deyəndə çoxlu odundan söhbət gedir. Yəni, bir qucaq odun, qucaqda nə qədər odun olacaq? Kəmiyyət fərqi var. Bunu çıxırıq. Sonra B bəndinə keçirik. 3 səbət meyvə sifariş olunur. Təbii ki, 3 səbət deyəndə söhbət 3 səbətdən və səbətin içində çoxluğundan gedir söhbət. C variantı 2 dəst mebel aldıq. 2 dəst. Təbii ki, dəstlər onsuz da kəmiyyət fərqi əmələ gətirir. Geriyə qaldı bizə D variantı 5 baş inəyimiz. Baş ümumiyyətlə kəmiyyət fərqi yaratmaz. Yəni 5 dənə inəkdən söhbət gedir. Yəni burada doğru cavabımız olur D variantı. Hansı numerativ söz deyil ümumiyyətlə? Baxanda biz məsələn göz sözünü numerativ kimi işlədə bilirik. Məsələn bir göz ev və yaxud da bir göz ev. Bir otaq deməkdir. Bir göz şkaf. Şkafda yalnız bir göz var. Sonra nəfər, 2 nəfər adam deyə bilərik. 3 dənə alma deyə bilərik, amma biz suyu heç cür numerativ kimi işlədə bilmərik. Gəldik 4-cü suala. Hansı cümlədə numerativ söz ümumiyyətlə işlənməyib? Məsələn, evə qaşıq dəsti aldılar. Şagirdləri çaşdıran məqamlardan baxın biri. Əgər dəst sözünün yanında şəkilçi olmasaydı, bu dəsti sözünün yanında şəkilçi olmasaydı, deməli bunun numerativ olma ehtimalı vardı. Numerativ sözlərin düsturu necədir? Sol tərəfdə say olmalıdır, say. Ortada isim, ortada daha doğrusu numerativ söz, sağda isə isim olmalıdır. Bu düstur pozulursa, deməli orada numerativ sözdən söhbət gedə bilməz. Məsələn, evə qaşıq dəsti nəyi? Əvvəla numerativ söz qabağındakı sözlə birlikdə nə qədər sualına cavab verməlidir. Məsələn, 5 dəst kostyum desək, məsələn, nə qədər? 5 dəst. Sayla numerativ söz birlikdə nə qədər sualına cavab verməlidir. Amma biz burada evə qaşıq dəsti nə qədər sualını görmürük. 1 deyil, yəni 1-ə mənfi qoyuruq, işlənməyib. 2-də hər gün o 3 qaşıq dərman. Baxın, nə qədər? 3 qaşıq. Burada var, götürməliyik. Yəni 2-nin olduğu variantlar çıxacaq. Xumar-xumar baxmaq göz qaydasıdır. Lalə tək qızarmaq üz qaydasıdır. Ümumiyyətlə bu cümlədə nə qədər sualına cavab verən söz yoxdursa vəssalam. Cavabın bir də bu olacaq. Evləri 3 göz otaqda nə qədər? 3 göz. Və burada var. Cavabımız nə olacaq? A bəndi. Keçdik 5-ci suala. Nöqtələrin yerinə uyğun gələn numerativ sözləri ardıcıllıqla düzmək lazımdır. Bu çox asandır. Yəni, məsələn, 5 nə ola bilər? Təbii ki, corabla işlənən nə olacaq? 5 cüt corab. Odunla işlənən nə olacaq? 1 qucaq odun. Nə qədər? 1 qucaq. İnəklə nə olacaq? Təbii ki, baş, 2 baş inək. 6 parçadır. Təbii ki, parçala nə işlənər? Top. 6 top parça, yəni rulon formada olur belə, ona parça deyirlər. Və nəhayət 5-ci dərman. Dərman necə olar? 1 damcı dərman və uyğun variant nədir? D variantı. Hansı say deyil ümumiyyətlə? Hansı say deyil? Roma rəqəmi də avtomatik saydır. 15 saydır. Nə qədər? Xeyli, nə qədər? 5-cilik nə? Saydan yaranmış, 5 sayından yaranmış isimdir bu. 5 sayından 5-ci sıra sayı yarandı, ondan da isim yarandı. Və nə sualına cavab verdi? Cavabımız D variantı. Nəhayət 7-ci sual. Hansı bənddə saydan sonra gələn ismin yazılışında səhv var? Bu çox gözəl dərslərdən biridir. Yəni, A-da deyir ki, bir sıra problemlər. Bir çox və bir sıradan sonra
Onsuz da cəmdə olmalıdır. Özündən sonra gələn isim. A bəndi doğrudur. Çıxırıq bizdən səhvizdir, bunu diqqətdə saxlayaq. Az adam tapılar ki, azdan sonra gələn isim təkdə olmalıdır. Biz buna bir damcı qaydası deyirdik və o qayda onu ataram qrupa mən. B-də deyil, doğrudur B. Bir çox uşaqlar, bəli, bir çoxdan sonra cəm şəkilçisi var, bir çox bir sıra avtomatik özündən sonra cəmdə işlənməlidir. Görək niyə D qalır? Xeyli bitkilərdən, bəli, bax burada lər şəkilçisi girib ortaya. Azdır, xeylidir. Bunlardan sonra cəm şəkilçisi ilə isim işlənməz. Ona görə cavabımız oldu bizim D variantı.